Elhamdülillah, nəhməduhu və nəstəinuhu və nəstəğfiruhu və nətubu ileyh. Nəuzu billahi min şururi enfusinə və min seyyiati a'malinə. Mən yehdihillahu fələ mudillə ləh və mən yudlil fələ hadiyə ləh. Və əşhədu ən la ilahə illallah vahdehu la şərikə ləh və əşhədu ennə Muhammedən abduhu və rasuluhu. Əmmə bə'd. Möhtərəm qardaşlar, dəyərli cəmaat, bugün bilirsiniz ki, yəni 20 yanvar hadisəsi xalqımızın, millətimizin yaddaşına həkk olunan bir tarixdir. Bu günlərim, yəni 1990-cı ildə şəhidlər verdik. Allah onlara rəhmət eləsin. Şəhidlərin məqamı, Peyğəmbərlər məqamı ilə müqayisə olunan bir məqamdır. Allah Teala Qur'an-ı Kərimdə də onların sağ olduğunu bizə bəyan edərək buyurur ki, Estağfirullah, bəl əhyəhum və ləkin lə təşurun. Yəni, onlar sağdılar, siz hiss etmirsiniz. İnşallah ki, o gündə şəhid olan qardaşlarımız, inşallah ki, şəhiddirlər. Biz, yəni, iman gətirən qismindən gedirik ki, orada müsəlman olmayan insanlar da vardır. Bizim xitab etdiyimiz, dediyimiz, şəhid olaraq, yəni, gördüyümüz iman gətirən qismə aid olandır ki, inşallah ki, onlar şəhiddirlər. Əslində bu günü, bu hadisəni matəm günü kimi də yox, bir qəhrəmanlıq günü kimi də biz qeyd etməliyik. Çünki 200 ildən artıq bir vaxt edir ki, Rus hökuməti bu dövləti, bu torpağı işğal altında saxlayırdır. Uzun bir müddət edir ki, mən bunu qeyd eləmişəm, bir də qeyd edeyim, yəni bir Çar Rusiyası dövrü var, bir Bolşevik Rusiyası dövrü var. Hər iki dövrdə də bizim ən müqəddəs dəyərimiz olan dinimiz əlimizdən alınırdı. Alınmışdı daha doğrusu, meşidlərimiz dağılmışdır. Ambarlara çevrilmişdir. Nə bilim, müxtəlif bir vasitələrdən istifadə edirlər. Və 20 yanvar hadisəsi də elə bilin ki, o 200 illik köləliyə bir son qoyulan bir tarix kimi də bunu qeyd etməliyik. Ona görə də o tarixi, ümumiyyətlə, yəni bu torpağın uğrunda şəhid olanlar, canlar çoxdur. Allah onların hamısından razı olsun. Allah onların məqamlarını uca eləsin. Bizi də o şəhidlik məqamına çatmağı Allah yolunda, vətənimiz uğrunda, dinimiz uğrunda şəhidlik məqamına çatmağı Allah Teala bizlərə də nəsib eləsin. Ona görə biz bu tarixi yad eləməliyik, o şəhidlərin, onların amallarını öz övladlarımıza, balalarımıza, qardaşlarımıza çatdırmalıyıq. Bu şəhidlərin qanınla yoğrulmuş bu torpaqdan da inşallah Allaha, Rəsulullaha yaşamağı Allah Teala bizlərə nəsib eləsin. Bu torpaqdan Quran səsinin, azan səsini əksik etməsin inşallah. Xutbəmi isə biraz başqa məcrada aparmaq istəyirəm. Sual olunan mövzulardan da biri, çoxdandan da mövzulardan da biri, yəni şəhiddirlərmi? Ümumiyyətlə, yəni, biz bilirik ki, hədislərdə şəhidlərin bir neçə məqamları var. Eləcə də bu torpaq uğrunda, vətən uğrunda, məsələn, Xocalı hadisələri var, 20 yanvar hadisələri var, Qarabağ müharibəsi var, bizim gördüyümüz, bildiyimiz, anladığımız, bundan qabaqki dövrədir. Bunlara qarşı bir kampaniya olaraq yox, şəhid deyirlər, orada olan şəhid oldu mu, olmadı mı? Bu mövzuda belə bir şey, söhbət xutbə istəyirik ki. Əqidəmizə görə biz zahirə görə hökm veririk. İnşallah ki, şəhiddirlər. İndi daxili tərəfinə baxaq. Ümumiyyətlə, qardaşlar, ümidsiz yaşamaq olmaz. Yəni, biz bir ümidlə yaşamalıyıq. Ümidsiz hala düşməməliyik. Və bir valideyni, bir qardaşı, bir ailəni də bir hansı bir ümiddən də məhrum etmək, hər də özümüz də bir ümiddən məhrum etmək, ümidsizliyə salmaq olmaz. Ümidsizlik şeytanın işidir, qardaşlar. İnsan ki, nədənsə ümidini kəsdi, ümidsiz hala düşdü, onun üzərində şeytan qələbə çalacaqdır. Allahın rəhmətindən bir insanı rəhmətsiz hala gətirmək kafirə aid olan, şeytana aid olan bir əməldir. Hər halıda biz ümid etməliyik və ümidlə yanaşmalıyıq ki, inşallah ki, bəli, hamısı şəhiddirlər. Araşdırmaq məsələsi bizim üzərimizə düşən bir məsələ deyil. Yenə deyiləm, biz zahirə görə hökm veririk. Zahirə görə nədir? Torpağın uğrunda həlak olublar. Bu torpağın azad olunması üçün canlarını fəda ediblər. Bu baxımdan da onlara qiymət verib yanaşmalıyıq. Allah Teala Quranda nə buyurur? Estağfirullah. Və la tay'asu min ruhillah innehu la yay'asu min ruhillah illa qavmul kafirin. Allahın rəhmətindən ümidiniz kəsməyin.
Allahın rəhmətindən yalnız kafirlər ümidini kəsərlər, qardaşlar. Xəta etmək, xətasız insan yoxdur. Əqidəmizə görə Rəsul, Peyğəmbərləri çıxmaq şərti ilə xətalarımız bu və ya digər şəkildə var. Ümumiyyətlə, xəta Adəm babamızdan bizə qalan bir əməldir. Adəmdən bizə qalan bir mirasdır. Bundan heç birimiz sığortalanmamışıq. Və araşdırmaq da ki, yox orada filan şey var idi, filan xətaları var idi, filan nəyləri var idi. Bizim üzərimizə düşən, bəlkə bilməm, bu hədisi oxumuşam, burada oxumamışam. Hədisdə nə buyurur, qardaşlar? Rəsulullah bir günlərim məscidə çıxır, səhabələrin yanına gəlir. Və görür ki, səhabələr qədər haqqında mübahisə edirlər. Və kənə yaxtasimunə anil qədər. Qədər haqqı mübahisə demək, bir-birlərindən söz olaraq, bu belədir, bu elədir, bu ayə belə deyir, o birisi deyir, bu qədər haqqında bu ayə var. Biri digər ayəni gətirir Qurandan, qədər haqqında yox, bu var. Quranın ayələrindən bir-birlərindən mübahisə edirdilər. Və hər kəs də özünün haqlı olduğunu ortaya çıxartmaya çalışırdır. Hədis Tirmizdə keçir, səhih hədisdir, qardaşlar. Və hər kəs öz dediyini iqna edib ortaya çıxartmaya çalışır səhabələr. Rəsulullahın məscidində, bir qıraqda yox. Rəsulullah bunu görərək üzündə əsəbdən üzü qızarır, üzərində elə ki, nar dənəcikləri kimi belə bir qırmızı hal gəlir, şeylər çıxır üzərinə. Elə bir qanın dəridən partlayıb çıxması hal bir meydana gəlir. Və Rəsulullah bunları baxıb, bunları görübdir ki, siz bunun üçünmü əmr olundunuz və ya siz bunun üçünmü yaradıldınız ki, Quran ayələrini biri-birindən vurursunuz, mübahisə edirsiniz. Misal gətirərək bir-birinizi üstələməyə çalışırsınız. Sizdən qabaqki ümmətlər də buna görə həlak oldular. İndi biz də, qardaşlar, nəysə misal gətirib bir-birimizi inşallah ki, bu zahirə görə hökm verib bunun üzərində keçirik. Və ümidlə də yaşayırıq. Nəinki tək elə şəhidləri qoyaqırıq. Biri-birimizin də bir halına ümidlə yanaşmaq ki, bəli, inşallah ümid edirəm, qardaşım, sən bu halına görə, bu əməlinə görə Allahın cənnətinlə nəsib olacaqsan. İnşallah ki, Allah Taala günahları bağışlayandır, rəhmandır, rəhimdir. Və bu əməlindən çəkin, Allah Taala səni ümid edir. Hər hansı birimizin bir əməlimizə görə üstünə getmək, mübahisə etmək yox, bunu belə bu şərtləri qoymaq, bu şərtləri yazmaq. Allah Taala Quran-ı Kərimin Zümər surəsində buyurur, qardaşlar. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul ya ibadiyellezine esrafu ala enfusihim la taqnatu min rahmetillah. Peyğəmbərə xitabən ki, mənim qullarıma denən ki, məndən ümidlərini kəsməsinlər, Allahın rəhmətindən ümidlərini kəsməsinlər. Xəta edən quluma denən ki, la taqnatu min rahmetillah. Allahın rəhmətindən ümidini kəsməsinlər. İnnallaha yaghfiru zunube cemi'a innehu huve gafurur rahim. Allah Taala bütün günahları yaghfiru zunube cemi'an, cemi olan bütün günahları Allah Taala bağışlayır. Yəni bir insan la ilahe illallah Muhammeden Rasulullah dediği təqdirdə və buna iman gətirdiyi təqdirdə, qəlbən dillə iman gətirdiyi təqdirdə, tövbə etdiyi təqdirdə bütün günahları bağışlanır, qardaşlar. Bütün günahları Allah Taala bağışlayır. Və bu baxımdan da, bu ümiddən də, bu rəhmətdən də biri-birimizə yanaşalım ki, inşallah ki, qardaşım, sən bu halından, bu sözü dedinmi? Bu əməli etdinmi? Qardaşım, bundan çəkin, tövbə sıfırla, Allah Taala sənə rəhm eləsin. İnşallah ki, Allah Taala'nın rəhmətindəsən, məğfirətindəsən. Yeni bir hədisi nəql edir inşallah, qardaşlar. Həzrət Ömərin xəlifəli dövründə Mədinə ətrafında yaşayanlardan bir nəfər içkiyə qurşanır. İçki düşkün olur. Hələ səhərdən axşama kimi içir. Demək olar ki, bunun ayıq vaxtı olmur, qardaşlar. Buna öğüt edirlər, nəsiyyət edirlər ki, bax, etmə, bundan çəkin. Axırı bir gün deyirlər, səni xəlifə duyar, xəlifə bilər, sənə buna görə tədbir görəcək. Bax, bu xəlifənin qulağına çatsa, çünki Həzrət Ömərül Faruq nə idi? Ömərül Faruq adı da onun görə, Ömərin biraz sərtliyi var idi.
Yəni, haqqı batildən ayırdığına görə də Ömər Faruq adını vermişdir. Fərqləndirən adını vermişdir Rəsulullah ona. Ki, sən onun şiddətinə gələrsən, qəzəblə. Baxın, belə bir adam, Həzrət Ömər kimi belə bir adam, hansı yolu tutur? Bir gün Həzrət Ömərə çatır ki, belə bir insan var. Həzrət Ömər öz katibini çağırır yanına, deyir, gəl, qəftər qələm gətir, kağız qələm gətir, yaz. Bismillahirrahmanirrahim. Deyir, sonra yaz, Qafirin surəsinin 3 ayəsini yaz. Qafirin surəsindən 3 ayəni yazır. Hamim Tenzilul kitabi minallahi azizil alim Gafiriz zembi ve qabilut tevbi şedidul iqabi zittavli La ilahe illa huve ileyhi mesir. Bu ayəni yazır, ayənin tərcüməsini oxuyun. Hamim, bu kitab qüdrətli, müdrik Allah tərəfindən nazil edilmişdir. Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf sahiblərindəndir. Ondan başqa məbud yoxdur, dönüşdə yalnız onadır. Katibi bunları yazır və gözləyir. Həzrət Ömər buyurur ki, bunu apar ona ver və yaxud da bunu göndər ona. Göndərən adama da deyir ki, bu məktubu adama çat, gözdə adam ayılsın, ayıq olan vaxtında ona ver. Və bu adam bunun ayılması üçün 2 gün gözləyir. Hədislərdə bir çox keçir, amma 2 gün ən aşından yazır, 2 gün bu adam bunu gözləyir ki, bu adam bu ayılsın. Bu ayılandan sonra Həzrət Ömərin məktubunu ona verir. Bir Həzrət Ömərdən sənə məktub var. Bu əməllərimə görə Həzrət Ömərdən sənə məktub var. Adam məktubu alıb açıb oxuyur və ağlayaraq deyir ki, bu Həzrət Ömərdən deyil, bu Rəbbimdən mənə gəlibdir. Bu Rəbbimdən mənə gəlibdir. Və əməllərinə tövbə edir. Yəni, qardaşlar, bütün bunları çatdırmaqda deməkdə məqsəd nədir? Ümidsiz yaşamayağın. Kiminsə də hər hansı bir sözünə görə, bir xətasına görə də onun üstünə, ay, bunları etməsin. Baxın, bu qədər xəlifə olan adam və yeri gəlində sərt olan adam adi bir işdən ötəri görün, nə bir dənə yolu tutur, üslubu tutur. Niyə? Çünki onun da qəlbini, ümidini qırmaq istəmir ki, sən bəli, bu işlə haramla məşğul olmuşsan, filansan, buna görə sənincə, ona görə cəzanın hökmü də var idi. İçki içkədən görə cəzanın hökmü də var idi. Heç hökmü də tətbiq etmir. Biz də bu yolu tutub, qardaşlar, bu yolu davam etməyə Allah Taala bizə də nəsib eləsin. Ümidimizi Allah Taaladan üzməyəyin. Allah Taala rəhmandır, rəhimdir, qafurdur, bağışlayandır. İnşallah ki, Allah Taala da bizim günahlarımızı əff edəndir. İnşallah ki, bu torpağın uğrunda istər 20 yanvarda, istər Xocalıda, istərsə də Qarabağ müharibəsində bütün şəhid olan qardaşlarımız inşallah ki, Allah qatında da şəhiddir. Və biz buna da ümid edək və ümidlə də yaşayaq və yaşayaq ki, Allah Taala da bizə o şəhidliyi nəsib eləsin, o məqamları, o şəhidlik məqamlarını bizə də nəsib eləsin inşallah. Və aqul haza və əstəğfiruhu innəhu və təvvəbur rahim. Əstəğfirullah, innəd-dinə indəllah.